Salamlar, vaxtınız xeyir. Bu videoda sizlə həqiqi ədədlər mövzusundan son illərin qəbullarına düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda nə edərik bu tipli suallarda? Ya kökün altında kvadrat yaratmağa çalışırıq, ya da burada ən rahat nə olar? Elə bax, bütöv ifadəyə bir x deyək, bu ifadəyə. 14 üstəgəl 3 kök 3 kök altda, üstəgəl 14 çıx 3 kök 3 kök altda, kök altda. Buna bir x deyək və hər iki tərəfi kvadrata yüksəldək. Və x-in kvadratını tapmış olacağıq. Bu ifadəmin kvadratı a kvadratı üstəgəl 2ab bir kökün altında yazıram. 14 üstəgəl 3 kök 3 vurulsun 14 çıx 3 kök 3. Üstəgəl b kvadratı bərabərdir x kvadratına. 3 kök üstlər islah oldu. 14 üstəgəl 14 28 üstəgəl 2 vurulsun. Burada kvadratlar fərqi düsturudur. 14-ün kvadratı çıxılsın. 3 köklü 3-ün kvadratı bərabərdir x kvadratına. 28 üstəgəl 2 vurulsun. 14-ün kvadratı 196 çıx. 3 kök 3-ün kvadratı 27 bərabər x kvadratına. 28 üstəgəl 2 vur 196 çıx 27 169. Kök altında 169-dan da 13 çıxar. Bərabərdir x kvadratı. 28 üstəgəl. Demək x kvadratı nədir? 28 plus 26. X kvadratı 54. 54 x də bərabərdir. Kök altında 54. Bunu da necə yazarıq? Kökdə 54-də kökdə 9 vur 6, yəni 3 kökdə 6. Cavab C variantı. Baxaq növbəti ikinci sualımıza. Uyğunluğu müəyyən edin. Və burada, yəni hamısını bir-bir müqayisə etməliyik. Başlayaq A ilə. A-nı necə müqayisə edərik? Dərəcələr fərqlidir. Bunu kvadrata, bunu isə kuba yüksəldərəm. Kuba yüksəldirəm necə? Bax, bunun dərəcəsi 3-dür, bunun dərəcəsi 2. Kuba yüksəldirəm ki, dərəcələr eyniləşsin. Onda nə olacaq? Deməli, 6-cı dərəcədən x üstü, daha doğrusu 2 üstü 2, bu olar 6-cı dərəcədən 2 üstü 2, yəni 4. Bu isə olar 6-cı dərəcədən 27. Hansı böyükdür? Əlbəttə ki, y. Sağ tərəfdəki böyükdür. Oldu 1-ə A. Keçirik bura. Bunu necə müqayisə edirik? Dərəcələr yenə fərqlidir. Bunu müqayisə eləmək üçün baxın 3-cü dərəcədən 4, 4-cü dərəcədən 3 dərəcələri eyniləşdirək. Neçəyə yüksəldərik? Həm buranı, baxın, həm buranı vururam, həm özünü yüksəldirəm. İfadəni 4-cü dərəcə, 3-cü dərəcədə ortaq dərəcə 12. 12 olması üçün bunu vuraram 4-ə, yüksəldirəm 4-ə. Bunu vuraram 3-ə, yüksəldirəm 3-ə. Onda nə olacaq? 12-ci dərəcədən 4 üstü 4 256. Bu birisi isə 12-ci dərəcədən 3 üstü 3 27. Əlbəttə sol tərəf böyükdür. B gedər 1-ə. Sonra C-yə baxaq. Buradan bunlar da 4-cü dərəcədən 25. Bu nədir? 4-cü dərəcədən 25 5-in kvadratıdır. 4-cü dərəcədən 25 yazıram 5-in kvadratı. Bu da bizə verəcək kökdə 5. X ilə y onlar bərabər 3-ə C. 4-də. Yenə dərəcələr fərqlidir. Dərəcələr fərqlidir deyə eyniləşdirəcəm. 3-lə 5 ortaq 15. Bunu 5-ə yüksəldirəm. Bunu isə 3-ə yüksəldirəm. Deməli, 3 üstü, yəni 3 vur 5, 15-ci dərəcədən 4 üstü 5 bizə verəcək 1024. 15-ci dərəcədən 5-in kubu 125. Əlbəttə, hansı böyükdür? Sol tərəfdəki. Bu da gedir 1-ə, D və ən son 4-cü dərəcədən 8, 8-ci dərəcədən 64. Dərəcələri eyniləşdirmək üçün bunu bir dənə kvadrata yüksəltsəm, yəni 2-ci dərəcəyə yüksəltsəm kifayətdir. 8-ci dərəcədən 8-in kvadratı 64, bu da elə 8-ci dərəcədən 64-dür. Bunlar da nə oldu? Bərabər. 1B, D, 2A, 3C. Baxaq. 3-cü suala. Qrafikdə oktyabr ayının ilk 7 günündə Kürdəmir rayonunun temperatur göstəriciləri verilmişdir. Həmin günlər üçün rayonun orta temperaturunu hesablayın. Neyləyərik? Temperaturlar 25, baxın 25, 21, 23, 26, 26, 27, 27 bunları toplayıb bölərik. Deməli 25 üstəgəl 21 üstəgəl 23 üstəgəl 26 üstəgəl 26 üstəgəl 27 üstəgəl 27 bölünsün. Bölünsün. Neçə gündür? 7 gün. 7-yə bölək. Nə olar buradan? Hesablasaq.
Deməli, 26, 27, 27, 54, 60, 80 və bunları toplayanda 80 verdi. Keçirik bura 80, üstünə gəldik, 106, 129, 129, 150, 175 böl 7, yox, səhv oldu. 175 böl 7, hə, düzdür, düzdür. 175-i də 7-yə böləndə 25 dəfə düşər. Cavab B variantı. Baxaq 4-cü suala. İfadəni sadələşdirin. Sadələşdirək. Modulun qaydası nə idi? Müsbətdirsə olduğu kimi, mənfidirsə əksinə. Baxın, n m-dən böyükdür. Kiçikdən böyüyü çıxsaq, məsələn, 2-dən 3 çıxsaq nə olar? Mənfi. N çıx 1. N 1-dən, yəni 3-dən böyük bir ədəddir. Hər hansısa böyük bir ədəd götürək. 4-dən 1 çıxsaq nə olar? Müsbət. Üstəgəl 3 çıxın. M də 3-dən böyükdür. M 3-dən böyükdürsə, 3-dən böyük hər hansısa bir ədəd, məsələn 4, 3 çıx 4 nə olar? Mənfi. Getdik. M çıxın əksinə çıxaraq, müsbətdirsə olduğu kimi, üstəgəl mənfidirsə əksinə, üstəgəl 1 ifadəsini deyir sadələşdirin. N çıx, M çıx, N üstəgəl 1, üstəgəl M çıx 3, üstəgəl 1 bərabərdir. M-lər getdi, N-lər getdi. Nə qaldı? Burada müsbət 1 var idi. 1 çıx 3 üstəgəl 1 bizə verər -1. Cavab C variantı. Baxaq 5-ci suala. 5-də yenə bir modul sualıdır. X, Z, Y. Deməli, ən böyük Y-dir, sonra Z, sonra X. Lap belə əziyyət çəkirsinizsə 1, 2, 3 deyib gedək. X çıx Y. Kiçikdən böyüyə çıxsaq 1 çıx Y nə, 1 çıx 3 nə verər? Mənfi. Birinci modul mənfidir. Z çıx Y. Yenə kiçikdən böyüyə çıxsaq bizə nə verər? Mənfi. Sonra gəldik Z çıx X. Z böyükdür 2 çıx 1 kimi düşünün. Böyükdən kiçik çıxsaq müsbət. Y çıx Z, yenə Y böyükdür, Z kiçikdir. Böyükdən kiçik çıxsaq nə olar? Yenə müsbət. İndi bu ifadəni həll eləyək. X çıx Y mənfidir deyə olacaq Y çıx X, qarşısına mənfi atarıq. Burada da qarşısına mənfi atsaq, onlar nə? Plus. Ya da belə düşünək də, çıx mənfidir deyə nə olar? Y çıx Z. Yəni, hər iki formada düşünə bilərik. Bax, burada niyə yerləri dəyişdi? Qabağına mənfi atdıq axı. Oldu X çıx Y. Burada mənfini atsaq, yerini dəyişməyə ehtiyac yoxdur. Qarşısındakı mənfiyə bitişib müsbət olacaq. Z çıx Y. O birisilər də ki, olduğu kimi çıxır. Mənfi X üstəgəl Y üstəgəl Z çıx Y çıx Z üstəgəl X üstəgəl Y çıx Z. Baxaq. Deməli, burada bu Y-lə bu Y islah oldu. Bu Z-lə bu Z islah oldu. Bu X-lə bu X islah oldu. Nə qaldı? Bir dənə Y çıx Z. Cavab A variantı. Baxaq 6-cı sual. İntervalda neçə tam ədəd var? İntervalla baxaq yaxından. Köşd 7 üstəgəl 1. Köşd 7 təqribi 2 tam onda olsun 7. Bu 2 ilə 3-ün arasında da axı üstünə də 1 gəlsək, təqribi olar 3 onda 7. Köşd 3 çıx 2. Köşd 3 təqribi 1 tam onda, məsələn, neçə olsun? 1 tam onda 6. Çıx 2 bizə verəcək -0.4. Təqribi. Bu aralıqdakı ədədlər -0.4-dən sonrakı ədədlər 0, 1, 2, 3 bu qədər intervalında neçə tam ədəd var? 4 dənə A variantı. Baxaq 7-ci suala. İfadəsinin ən kiçik qiymət aldığını bilərək ifadəsinin ən böyük qiymətini tapın. Getdik. Modul ifadənin ən kiçik qiyməti nədir? 0. Modul ifadə ən kiçik qiymət alması üçün ifadənin cavabı neçə eləməlidir? 0. İndi biz bunu istifadə edək. 7-də modulda 5A çıx 4B bərabər 0, 5A bərabər çıx 4B 0-dırsa, 5A bərabərdir 4B-yə, A bərabərdir 4K-ya, B bərabərdir 5K-ya. Bizdən nə istəyir? 72 bölünsün A üstəgəl B-nin ən böyük qiyməti. Bizdən ən böyük deyirsə, məxrəc nə olar? Ən kiçik. Ona görə A-nın və B-nin ən kiçik qiymətini götürərik. Ona görə K-nın yerinə nə qoyarıq? 1. Onda A-nın ən kiçik qiyməti 4, B-nin ən kiçik qiyməti 5. 5 üstəgəl 4 eləyər, daha doğrusu 4 üstəgəl 5 eləyər 9. 72-ni də 9-a bölsək, eləyər 8. Cavab A variantı. Baxaq 8-ci suala. İfadəsinin qiymətini tapın. Demək, köşdə 9-dan 3 çıxar. 3-dən 13 toplasaq 16, köşdə 16-dan 4 çıxar. 4-lə 21-i toplasaq 25, 25-dən də 5 çıxar. 4-lə də 5-i toplasaq eləyər köşdə 9, oradan da 3 çıxar.
A variantı. Baxaq 9-cu suala. 9-da dir ifadəsinin qiymətini hesablayın. Getdik. 3 vurulsun 3-cü dərəcədən -2-ni 27-yə vursam eləyəcək 54, üstünə də 10 eləyər -27-də 64. Üstəgəl 4 vur. 5-ci dərəcədən 32-də 1 də bizə verir 2-də 1. Burada 3 vur. Deməli 64 nəinki bu 64-dür? 4-ün 27 üçün mənfisi yerində qaldır. Üstəgəl bununla da ixtisar gedər, qalar 2. Üstlər getsə -4 üstəgəl 2 cavab -2. B variantı. Baxaq 10-cu suala. X üstəgəl modulda x üstəgəl modulda y sıfırdan fərqli olarsa ifadəsinin ən kiçik qiymətini tapın. Əslində bunu tez bazar qısa yazmaq olar, amma ətraflı izahı necədir bunun? Deməli, burada belə bir şey eləyim də sizə. Bu hissə ifadənin kiçik qiyməti üçün bu işarə elədiyim hissə bir qiymətini alır. Niyə? Hər ikisi, yəni x üstəgəl y burada əgər ikisi də müsbət olarsa, mötərizədən olduğu kimi çıxıb yuxarıdakı ilə ixtisar gedər. Gələk bunun ətraflı izahına. Deməli, burada neçə hal mümkündür? Baxın, ya ikisi də müsbət olar, sıfırdan fərqlidir də bunların cəmi. Ya biri mənfi, biri müsbət olar. Onsuz modulda hara fırlatsaq, axırda nə olacaq? Axırda toplayan, yəni müsbət toplanacaq, sıfırdan fərqli olar. Müsbət, mənfi, mənfi, müsbət ya da mənfi, mənfi. Bu aşağıdakı şərtlərlə yuxarıdakı şərtlər bir növ eyni cavab verir, eyni axırda cavab verir deyə. Burada müsbət, 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 mənfi şərtini yoxlayıb izah edəcəm. 23 çıxılsın, x üstəgəl y bölünsün 5 modulda x üstəgəl modulda y bərabərdir. Daha rahat başa düşəsiz deyə hər şərtə aid ədədləri götürək. Baxın, müsbət şərti ilə getsək, bu sıfırdan böyük şərti ilə getsək, əslində çox asandır bu şərti görmək. 23 çıxılsın, ikisi də müsbətdirsə bu modul müsbət, x üstəgəl y bölünsün. Burada da ikisi də olduğu kimi çıxar, 5 vurulsun, x üstəgəl y. Bunlar ixtisar gedər, qalar 23 çıx 5-də 1. Bu da eləyir 22,8. Bu bunun, yəni müsbət şərti ilə götürəndə. Və digər şərtlər bizə nə verəcək? Digər şərtlərdə əgər x, y biri müsbət, biri mənfidirsə, nə olar? Onda x-ə bir ədəd deyərəm, tutaq ki, olsun 3. Y-ə də bir ədəd deyərəm, tutaq ki, olsun -2. Hər hansısa bir ədəd 2, 1, 1, 2, 1 fərq eləmir. 23-də burada, 10-da bağışlayın, 10-da bunun 23 sıx x üstəgəl y 5 modulda x üstəgəl modulda y bərabərdir. Nə olacaq? 23 sıx modulda 3 üstəgəl -2 bölünsün 5 modulda 3 üstəgəl modulda -2. Bu da 23 çıxılsın. Yuxarı bizə nə verəcək? 1. 1 bölünsün 5. Deməli, modulda 3, modulda 2 toplananda bizə verəcək 5 vur 5. Bu da verəcək 23 sıx 25-də 1. Bu da 25-də 1 nədir? 23 sıx 25-də 1 %4 deməkdir. 0,4 bu da eləyər 23 %96. Fikir verin, hansı daha kiçikdir? Əlbəttə 22,8. Bunun da səbəbi nədir? Baxın, eybi ki, burada hər ikisi müsbət olanda, yəni bu hissə nə oldu? 1. Əgər hər ikisi müsbət deyilsə, biri müsbət, biri mənfidirsə, onda sürət başlayır kiçilməyə. Sürət başlayır kiçilməyə, məxrəc onda böyük qiymət alır, məxrəcin qiyməti sabit olur da. Yəni onsuz bunu hara fırlatsaq, axırda müsbət çıxıb toplanacaq. Məxrəc böyük, sürət kiçik olur. Bu ifadə, yəni sürət kiçikdirsə, ifadə kiçikdir, 23-dən də nə qədər kiçik bir şey çıxsaq, o qədər də böyük bir cavab alınır. Ona görə biz neynədik? Elə bu şərtlə bir-bir yoxlayıb cavabı tapdıq ki, hə, 23 sıx 5-də 1 hər ikisi müsbət şərtində daha kiçik qiymət alır. Cavab B variantı. İstəsəz y mənfi x y müsbət x mənfini hər ikisi mənfini də yoxlaya bilərsiniz. Ondan sonra 11-ci suala baxaq. Təkrar sual. Bunu eynisin 8 ilə 9-cu sualda yazdıq. A və B natural ədədləri üçün ifadəsinin ən kiçik qiymət aldığını bilərək, deməli, ən kiçik qiymət alması üçün bu hissə 0 olmalı idi. 3A çıxı 5B bərabərdir 0. 3A bərabərdir 5B, A5, B3, K deməliydik, amma ən kiçik qiymət deyirdik, elə K1 olurdu, A5, B3.
48 bölünsün A üstəgəl B, 48 bölünsün 5 üstəgəl 3, 48 bölü 8 cavab 6. Baxaq 12-ci suala. Ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Getdik. Deməli, 12-də A bərabərdir kökdə 15 çıxılsın. 2 kökdə 3-ü 2-ni salıram içəri, olur nə? 4 vur 3. Yəni bu bərabərdir 4 vur 3, yəni kökdə 12. Gəlin bunun birinci kəsr hissəsini tapmağa çalışaq. Kəsr hissəsini tapmaq üçün birinci tam hissəsini bunu düşünməliyik. Tam hissəsi nə olar? Kökdə 15 təqribi nədir? Kökdə 9-dan, yəni 3-dən böyükdür deyə 3,7 çıxaram. Bu da 3-dən böyükdür deyə 3,4. Oldu təqribi 0,3. Baxın, bu ədəd təqribi 0,3-dürsə, demək bu ədədin heç tam hissəsi yoxdur. Tam hissəsi olmayan ədəd. Yəni bu kökdə 15 çıx kökdə 12 bütöv kəsr hissədə. Tam hissə falan yoxdur axı burada. Onda elə A-nın kəsr hissəsi olur bu ifadənin özü. Hə, A-nın əksinə baxaq. Əksi də olacaq nə? Qabağına bir də mənfi atarıq. A-nın əksi bərabərdir mənfi kök altında 15 çıx kökdə 12. Bizdən də bunun nəyin istəyir? Hasilini. İndi əksi budur. Mənfi kökdə 15 çıx kökdə 12. Kəsri də elə bunun özüdür, çünki tam hissəsi yox idi. Çıx kökdə 12. Hə, bunu bitişdirib kvadrat mötərizə kimi də yazsaq olar, ya da ki, elə vurub atsaq da olur. Fərq eləmir, eyni şey verəcək bizə. Deməli, mənfi qalır yerində. Kökdə 15 çıx kökdə 12-nin kvadratıdır bu. Bu da müxtəsər vurma düsturu kimi asıram. Birincinin kvadratı çıx bunların hasilinin ikimisi kökdə 15. Dərəcələri eyni deyə bir damın altında yazıram. 15 vur 12. Üstəgəl ikincinin kvadratı bərabərdir mənfi 15, 12, 27 çıx 2 vur. Kökdə 15-i də belə yazıram. 3, 3, 5 vur, 3 vur. 12-ni də 4 vur 3 kimi yazaq. Bu da bərabərdir. Mənfi 27 çıx 2. Deməli, 2-dən 3-dən 1 dənə 3 çıxar, 4-dən 2 çıxar, kökdə 5 qalar yerində. Bu da elədir mənfi 27, 2, 3, 2. Çıx 12 kökdə 5. Qabağında mənfi var deyə yazıram 12 kökdə 5 çıx 27. Cavab C variantı. Baxaq 13-cü suala. 13-də deyir ədədlərinin həndəsi ortasını tapın. Deməli, bu iki ədədin həndəsi ortası. Həndəsi ortanın düsturu nə idi? Kök altında A vur B. Yəni, sayı qədər dərəcədə yazırıq. Burada da kök altda AB, kök altında ifadələrim. Kök altda 19 sıx 4 kökdə 15 vurulsun. Kök altında 19 üstəgəl 4 kökdə 15. Bu da bərabərdir. Kök altda bir də bunların dərəcələri eynidir deyə bir kökün altında yazaram. 19 sıx 4 kökdə 15 vurulsun. 19 plus 4 kökdə 15. Bu da bərabərdir. Demək nə olar? Kök altda, yəni bir kökün altında 4-cü dərəcədən yazıram. Bu da 19-un kvadratı çıxılsın 4 kökdə 15-in kvadratı. 4 kökdə 15-in kvadratı bizə verəcək. Demək, birinci 19-un kvadratını yazaq. 19-un kvadratı bizə verəcək 361 çıx. 4 kökdə 15-in kvadratı da bizə verəcək 16 vur 15. 16 vur 15 neçə edir? Yəni, bunun kvadratı 16, bu da 15. Bu da bizə verəcək 240 olmalıdır. Amma 4-cü dərəcədə. Bərabərdir. Bu da bizə verər 4-cü dərəcədən 121. O da 121-i yazıram 11-in kvadratı kimi. Kvadratla 4-cü dərəcəyə gedər, qalır kökdə 11. Cavab kökdə 11 Y variantı. Baxaq növbəti suala, 14-cü suala. 14-də deyir ki, ifadəsinin qiymətini hesablayın. Neyniyərik? Modul sualıdır, bəsit bir modul sualıdır. Kökdə 5. Baxın, bunu təqribi çıxarmaq mənasızdır. Onun əvəzinə bunu kök altında yazsaq, 2,3-ün kvadratı neçə edir? Deməli, 23-ün kvadratı 529 eləməlidir, əgər səhv xatırlamıramsa. 529, yəni 5,29. Bu da 22-nin kvadratı da eləyəcək 484. Kök altında 4,84. Demək, kökdə 5-dən 5,29 çıxanda bizə verəcək bu ifadə mənfi. Kökdə 5-dən isə çıxsaq 2,2-ni, bu ifadə isə bizə verəcək müsbət. Yəni, kökdə 5-dən böyük bir şey çıxsaq mənfi, kiçik bir şey çıxsaq müsbət olar. Bu da olar. Birincini mənfi dediyi əksinə çıxararam. 2,4 çıx kökdə 5, üstə gəl kökdə 5, çıx 2,2.
Köşdə 5 dərc etdi. 2,3 çıx 2,2 bizə verər 0,1. Y variantı. Baxaq 15-ci sual, yəni sonuncu sualımıza. Bizə deyir ki, bərabərsizliklərdən hansı doğrudur? A, B, C üçü də müsbətdir. Çox bəsit bir sualdır. 3 dənə müsbət ədəddir və bunlar bərabər olarsa neyniyim? 1, 3, 2. Sonra bunların bərabər olması üçün 1, 3, 2 yaza bilərsiniz. Müqayisə də eləsək, ən böyük B-dir, ən kiçik A-dır, sonra C-dir, sonra da B. A, C, B. Cavab A variantı. Həqiqi ədədlər mövzusundan son illərin qəbullarına düşmüş suallardan da bu qədər. Sağ olun, salamat qalın. Növbəti imtahanlarda hamınıza uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın.